Bir öncəki hissədə Allahın bizə nələri çatdırmaq istədiyi haqqında qısa xülasə keçdik. Bu, ibtidai bilişlərin formalaşması üçün kifayət edər. Bu mövzuda isə Allahı necə sevməliyik sualına cavab tapmağa çalışacağıq. Bir çoxumuz Allahı hormonlarla sevməyi düşünə bilər. Bu normaldır. Çünki sevgi anlayışı dövrümüzdə o qədər sadələşib ki, ani hormonal dəyişikliklər də sevgi adlandıra bilirik. Lakin biz Allahı da hormonlarımızla sevə bilərikmi? Başlanğıc üçün mümkündür ki, hormonal dəyişikliklər baş versin. Sonrakı mərhələlərdə isə bu kimyəvi dəyişikliklərdən əsər əlamət qalmayacaq. İlk öncə insanda sevgi hissləri zamanı hansı kimyəvi dəyişikliklər baş verir, onlara baxaq. Ananın övladına olan sevgisindən qucaqlaşmaya kimi oksitosin ifrazı artır. Adrenalin və noradrenalin isə ürək döyüntüsünü sürətləndirərək, məsələn, ovuzları tərlədir. Həmçinin xoşbəxt hiss etmək üçün və romantik hisslərin yaranması üçün də serotonin artır. Dopamin isə sevgi anında mükafat almaq hissini ortaya çıxarmaq üçün, həmçinin xoşbəxt olmaq üçün artır.